Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 5-ci sinif Azərbaycan dili DİM test toplusundakı tapşırıqları sizlərlə birlikdə həll etməyə davam edəcəyik. Artıq səhifə 76-dayıq. 4-cü bölmənin B variantındakı ikinci mətnlə davam edirik. Qanadlanan ifadədir mətnimizin adı. Gəlin əvvəlcə oxuyaq, sonra isə sualları cavablandıraq. Bütün Şərq müsəlman aləmində ilk demokratik dövlət kimi meydana çıxmış Azərbaycan Cümhuriyyəti tarixin keşməkeşli dövründə 2 ilə yaxın 1918-1920 ömür sürmüşdü. Bu müddətdə dövlətin güclənməsi üçün ordu yaradılmış, ölkədəki bütün partiyaların iştirak etdiyi parlament fəaliyyət göstərmişdi. Parlamentin ilk iclasının keçirildiyi gün paytaxtda böyük bir təntənə və ruh yüksəkliyi hökm sürürdü. Parlamentin toplaşdığı bina başdan başa milli bayraqlarla bəzədilmişdi. Parlamentin açılışında Milli Şuranın sədri Məmməd Əmin Rəsulzadə parlaq nitq söyləmişdi. Üzeyir Hacıbəyli bu münasibətlə Azərbaycan qəzetində verilmiş təəssürat məqaləsində yazırdı. Məhəmməd Əmin nitqində türkləşmək, islamlaşmaq və müasirləşmək amalının əlamətlərindən ibarət olduğuna görə bu bayraq endirilməz dedikdə bütün məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən təsərrüatı fövqələdəmdən başımın tükləri biz durdu. Azərbaycan müstəqilliyi Paris Sülh Konfransında tanındıqdan sonra Cümhuriyyətin banisi parlamentin bu münasibətlə keçirilən xüsusi iclasındakı çıxışında göstərilən ifadəni tam şəkildə və inamla səsləndirmişdi. Məmməd Əmin Rəsulzadə bu məşhur ifadəni Cümhuriyyətin süqutundan sonraki yazı və nitqlərində, o cümlədən 1953-cü ildə Amerikanın Səsi radiosu ilə çıxışında da səsləndirmişdi. Həmin məşhur çıxışda deyilir: Ey gənclik, ey əsrimizin siyavuşunun böyümüş oğlu, sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi: Bir kərə yüksələn bayraq bir daha enməz. Azərbaycanın müstəqilliyi 18 oktyabr 1991-ci ildə bərpa edildi. Bunun nəticəsində cəmiyyətdə müstəqilliklə bağlı düşüncə dərinləşdi və bu ifadə daha geniş yayıldı. Məsələlər və deyimlər kitabı. Suallara keçdik. Altına xətt çəkilmiş ifadə dilimizdə deyim kimi hansı mənanı bildirir? Yəni bir kərə yüksələn bayraq bir daha enməz ifadəsinə söhbət gedir. Baş tutulmuş hər hansı niyyətin keçici deyil, uzun müddətli olacağına dərin inamı. Bəli, bu uyğundur bu fikir. Yəni bir kərə deyir, yüksəlibsə bayraq artıq yerə enməz. Və ona görə, məsələn, dövlətimizin əbədi uzun ömürlü olacağını da bildirir bu fikir. Qərarsız qətiyyətsizlik olmağın, xeyr, əksinə qərarlı olmağı bildirir. Yüksəldilmiş bayraqların çətinliklə endirildiyini, ümumiyyətlə endirilmədiyini deyir, daha enməz deyir. Üçrəngli bayrağımızın türkləşmək, islamlaşmaq və müasirləşmək rəmzi daşıdığını, xeyr, bu rəmzi daşıyır, amma bu fikirlə əlaqəsi yoxdur. Ona görə 1-dən 2-ni seçirik, B variantı. Keçdik səhifə 77-yə. Hadisələrlə dolu, həyəcanla dolu ifadəsi üzərində rəqəm yazılmış hansı sözün şərhidir? Hadisələrlə dolu, həyəcanla dolu. Baxaq, rəqəm yazılmış sözlər keşməkeşli dövründə hadisələrlə dolu, həyəcanlarla dolu dövründə deyə bilərik. Bəli, elə bir uyğundur. Digərlərinə baxaq, bəlkə elə digərinə daha çox uyğundur. Milli sözünə uyğun deyil bura. Milli bayraqlarla, niyə onu deyək? 3-də baxaq, 3 hansıdır? 3-ü görmürəm. Tapa bilmirəm 3-ü. 4-ü tapdım burada. Məşhur ifadə. Burada uyğun deyil. Həm 3 burada təntənə. 3 sonra 2 yazılıbdır. Maraqlıdır. Təntənə bu da uyğun deyil. Bir də 5 var idi. Bayaq 5-i də gördüm. Müqəddəs bir ideal rəmzi yaratdı. Xeyr, bunlara uyğun deyil. Elə birinciyə uyğun idi. Mətnin son abzasında məcazi mənada olan hansı söz cümlədə həqiqi mənada işlənmişdir? Son abzasda hansı söz? Görək, düşüncə dərinləşdi. Baxın, düşüncə dərinləşə bilməz ki.
İndi görək bizə lazımdır ki, bu həqiqi mənada işlənsin. Evin dağılmış hissəsi yenidən bərpa edildi. Xeyr. Quyunu qazandan sonra xeyli dərinləşdi. Bəli, burada artıq dərinləşdi. Həqiqi mənadadır. Haqq səsimiz hər tərəfə yayıldı. Azərbaycan ilk dəfə öz müstəqilliyini 1918-ci ildə əldə edib. İfadə, anlatma, izah etmə, aydın və açıq söyləmə deməkdir. Bunlar uyğun deyil. 24-də deyir, mətn əsasında cədvəli tamamlayan nümunələri müəyyən edin. Mətndəki hadisə haqqında mühakimə Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Cəmiyyəti tərəfindən dəstəklənib. Həmin mühakiməni əsaslandıran arqumentləri seçməliyik. Parlamentin ilk iclasının keçirildiyi gün paytaxtda böyük ruh yüksəkliyi hökm sürüb. Belə var idi mi bu fikir mətndə? Bax, deyir ki, parlamentin keçirildiyi gün paytaxtda böyük bir təntənə və ruh yüksəkliyi hökm sürürdü. Və bu da təbii ki, həmin mühakiməni əsaslandıran, yəni Azərbaycan Cəmiyyəti tərəfindən dəstəkləndiyini bildirir bizə. Ona görə biri seçəcəyik. Mətbuatda parlamentin açılışına həsr olunmuş dəstəkləyici yazı dərc olunub. Baxaq görək, var idi mi o? Parlamentin açılışında Milli Şuranın sədri Rəsulzadə parlaq nitq söyləmişdi. Sonra harada deyir ki, məqalə. Burada deyir ki, Üzeyir Hacıbəyli bu münasibətlə Azərbaycan qəzetində verilmiş təəssürat məqaləsində yazırdı. Bəli, bu münasibətlə məqalə yazılıbdır. Ona görə 2 də uyğundur. Dövlətin güclənməsi üçün ordu yaradılıb. Belə bir fikir yox idi. Azərbaycan müstəqili Paris Sülh konfransında tanınmağına, amma bu Azərbaycan cəmiyyətinin tərəfindən dəstəkləndiyini göstərmir bizə. Ona görə onu seçmirik. 1-lə 2-ni seçirik. A variantı. Mətndə nömrələnmiş hansı cümlələrdəki fikirlər fakt deyil. Baxaq, nömrələnmiş cümlə 1-ci. Bütün şərq müsəlman aləmində ilk demokratik dövlət kimi meydana çıxmış Azərbaycan Cümhuriyyəti tarixin keşməkeşli dövründə 2 ilə yaxın ömür sürmüşdü. Bu təbii ki, faktdır. 2 nömrəli cümlə. Parlamentin açılışında Milli Şuranın sədri Rəsulzadə parlaq nitq söyləmişdi. Nitqin parlaq olduğunu demək, bu artıq fakt deyil. Bu münasibətdir. Ona görə 2-ni seçəcəyik. 3 nömrəliyə baxaq. Rəsulzadə bu məşhur ifadəni Cümhuriyyətin süqutundan sonraki yazı və nitqlərini, o cümlədən 1953-cü il Amerikan Səsi radiosu ilə çıxışında da səsləndirmişdi. Bu artıq faktdır, bunu dəyişmək olmur. 4 nömrə var mı? Sənin öhdəndə böyük bir vəzifə var. Sənin öhdəndə böyük bir vəzifə var. Amma bu heç vaxt deyil. Bir kərə yüksələn bayraq bir daha enməz. Bu da fakt deyil axı. Bizə nə soruşurdu? 2 dənə var. Mətndə nömrələnmiş hansı cümlələrdəki fikirlər fakt deyil. 4-lə 5 fakt deyil. Düz mən birincini də dedim, amma bunlar orada bir fikir fakt deyil. Yəni parlaq nitq söyləməsi. Amma açılışında nitq söyləməsi faktdır deyə bunu götürə bilərik yardasa. Amma bu sənin öhdəndə böyük bir vəzifə var və bir kərə yüksələn bayraq bir daha enməz. Bunlar fakt deyil təbii ki. 4-lə 5. Mətnin müəllifinin bu mətni yazmaqda məqsədini müəyyən edin. İnsanları mövzu ilə tanış etmək, oxucunu məlumatlandırmaq, təlimat vermək, oxucunu əyləndirmək, oxucunu öz fikrinə inandırmaq. Təlimat vermir heç kəsə. Oxucunu əyləndirməli bir şey yoxdur da burada. Oxucunu öz fikrinə inandırmır, faktları deyir. Deməli, mövzu ilə tanış edir və oxucunu məlumatlandırır. 1 və 2. D variantı. Keçdik növbəti səhifəyə. Mətn əsasında cədvəldəki yanlışlıqları müəyyən edin. Məkan Azərbaycan, bu doğrudur. Zaman 19-cu əsr. 19 deyil. 1918-ci il artıq 20-ci əsrdir bu. Amma nə vaxt baş vermişdi? 1918-1920. Artıq 19 əsr bitib, 20-ci əsr sayılır. 1900 il bitibdir. Artıq 1900-dən sonraki ildirsə, deməli artıq 20-ci əsr sayılır bu. Ona görə 2 yanlışdır.
Mövzu dövlət müstəqilliyimizin bərpası idi. Mövzu bu değildi. Dövlət müstəqilliyinin əsasının qoyulması idi. Bərpası haqqında sonda yazılıb, amma mövzu o değildi. Əsas faktlar parlamentin ilk iclası baş tutub. Bəli. 3 rəngli bayrağımız ucaldılıb. Bəli. Deməli, yanlış olanlar 2 ilə 3'dür. B variantı. Mətndə hansı hadisənin səbəbi göstərilmir? Məclis üzvlərinin ayağa qalxıb əl çalmasının. Bunun səbəbi var idi. Məmməd Əmin Rəsulzadənin çıxışı idi. Deməli, parlaq nitq söyləmişdi. Deməli, burada baxın dedikdə bütün məclis ayağa qalxıb əl çala-çala bayraqlarla salamladı. Yəni bu var. Bunun cavabı var. Sonra Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun səbəbi verilməmişdi bizə. Deməli, deyir ki, süqutu haqqında ümumiyyətlə yazılmış. Bir burada deyir ki, ifadənin Cümhuriyyəti süqutundan sonraki yazı və nitqlərində də səsləndirmişdi. Amma nə üçün süqut olunmuşdu, bu yoxdur mətndə. Ona görə B-ni seçəcəyik. Parlament binasının bayraqlarla bəzədilməsinin və paytaxtdakı təntənənin səbəbi eyni idi. Yəni nə idi? Burada yazılıb ki, Azərbaycan müstəqilliyi Paris Sülh Konfransında tanındıqdan sonra Cümhuriyyətin banisi parlamentin buna münasibətlə keçirilən xüsusi iclasındakı çıxışında göstərilən ifadəni yox, burada demir. Harada deyirdi bayraqlarla bəzədilir falan. Buradaydı. Parlamentin ilk iclasının keçiriləcəyi gün paytaxtda böyük bir təntənə var idi və başdan başa bayraqlarla bəzədilmişdi. Yəni səbəb ilk iclasın keçirilməsi idi. E-də nə deyir? Cəmiyyətdə müstəqillik ilə bağlı düşüncələrin dərinləşməsinin səbəbi də var idi mətndə. Mətnin başlığını onun məzmunu ilə əlaqələndirən fikirlər yazın. Mətnin başlığı qanadlanan ifadə. Burada deməli ən çox söhbət Məmməd Əmin Rəsulzadənin bu ifadəsindən gedir. Və bu ifadə illər keçməsinə baxmayaraq indiki dövrümüzə gəlib çıxıb, xalqın dilinə düşmüş və xalq tərəfindən sevilmişdir. Ona görə də qanadlanan ifadə adlanır. Və sonuncu sualımız, dövlət müstəqilliyimiz əbədidir mövzusunda esse yazın. Essenin bütün tərkib hissələrinin öz əksini tapmasına diqqət yetirin. Mən kiçik bir nümunə yazdım. Siz təbii ki, öz fikirlərinizi yazsanız daha gözəl olar. Azərbaycan xalqı tarix boyu azad yaşamaq və öz dövlətinə sahib olmaq arzusu ilə mübarizə aparmışdı. 1991-ci ildə bərpa olunan müstəqilliyimiz bugün bizim qürurumuz və gücümüzdür. Müstəqil Azərbaycan inkişaf edir. Ordusu möhkəmlənir, dünyada öz sözünü deyən bir dövlətə çevrilir. Müstəqilliyin davamlı olması isə hər birimizin vətənə bağlılığı və onu qorumaq məsuliyyətindən asılıdır. Xalqımız birlikdə olduğu müddətdə üç rəngli bayrağımız daimi yüksəklərdə dalğalanacaq və dövlət müstəqilliyimiz əbədi yaşayacaq. Bəli, bu da son tapşırığımız idi. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.